Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firuz qızıdır. Bildiyiniz kimi artıq mən neçə həftədir təkrar sertifikasiyaya dəstək məqsədi ilə ödənişsiz şəkildə sınaqlar paylaşıram. Bu günlərimdə eyni zamanda təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə 10-cu sınağımı sizlərə təqdim edəcəm. Bu təkrar sertifikasiyaya hazırlaşan müəllimlərə eyni zamanda da ətrafınızda həmkarlarınızdan kimsə təkrar sertifikasiya imtahanına hazırlaşırsa, bu videonu həmin şəxslərə göndərməyiniz onlar üçün imtahanda faydalı ola bilər. Və bəzən müəllimlər rəy bölməsində baxıram, yazırsınız ki, bu çox sadədir. Sertifikasiya MİQ səviyyəsində əlbəttə ki, deyil bu suallar. Qat-qat MİQ imtahanından, yəni qat-qat sadə suallardır. Çünki adı üstündə təkrar sertifikasiya imtahanına uyğun olaraq bu sualları paylaşıram. Sertifikasiya və yaxud MİQ imtahanına hazırlaşan müəllimlər üçün bu çox sadə görünə bilər, yəni bu normaldır. İndi isə müəllimlər, gəlin vaxt itirmədən birinci sualımızla başlayaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir. Cədvələ əsasən uyğunluğu deyirsə, biz doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. Verilən rəy emosiyalara yönəlik olmalıdır. Emosiyalara deyil, müəllimlər, idraki fəaliyyətə yönəlik olmalıdır. Yanlışdır. Verilən rəy idraki fəaliyyətə yönəlik olmalıdır. Doğrudur. Rəyin ümumi verilməsi şagirdin inkişafına müsbət təsir edir. Ümumi verilməməlidir rəy. Rəy spesifik verilməlidir. Yanlışdır. Qarşılıqlı qiymətləndirmədə rəydə istifadə etmək olar. Bəli, olar. Biz doğrudan 2-ni seçirik, yanlışdan 3-ü seçirik. 2 və 3 cavabımız olacaq B variantı. Sizlər də müəllimlər, yəni bu sınağı işləyirsinizsə, videonu saxlayıb, özünüz baxıb, daha sonra isə izahdan baxa bilərsiniz. Sonda rəy bölməsində neçə düz, neçə səhv olduğunuzu qeyd edərsiniz. Gəlin ikinci suala baxaq. Yanlış fikri müəyyən edin. Summativ qiymətləndirmədə tapşırıq vermə üsulundan istifadə olunması effektiv deyil. Birinci sinifdə summativ qiymətləndirilmə aparılmır. Doğrudur, birinci sinifdə summativ qiymətləndirmə aparılmır. C-yə baxaq. Kiçik summativ qiymətləndirmə 2, 11-ci siniflər üzrə, bütün fənlər üzrə hər yarım ildə 3 dəfədən az, 6 dəfədən çox olmaqla müəllim tərəfindən aparılır. Bəli, müəllimlər, kiçik summativ qiymətləndirmə dediyinə görə doğrudur. Summativ qiymətləndirmə 2 formada aparılır. BSG, KSG. Şagirdin akademik bilik bacarığını yoxlamağa xidmət edir. Doğrudur. 2-ci, 3-cü siniflərdə isə böyük summativ qiymətləndirilmə keçirilmir. Doğrudur. Bizdən yanlış fikri istədi. Summativ qiymətləndirmə tapşırıq vermə üsulundan istifadə olunması effektiv deyil deyir. Amma burada effektivdir. Bu belə olsaydı doğru olardı. Effektiv deyil dediyinə görə yanlış olan da A variantı olacaqdır. Baxaq növbəti 3-cü sualımıza. Yəni rəylərdə gördüm çox sadə olduğunu vurğuladınız. Bu dəfə çalışmışam sualları bir balaca. Təkrar sertifikasiya imtahanlarını nəzərdə tuturam. Bir balaca çətinləşdirək. Buyurun 3-cü sualımıza baxaq. Müəllim mövzunu tədris edərkən şagirdləri fəal şəkildə prosesə cəlb etmədən baxın, fəal şəkildə prosesə cəlb etmədən anlayışları izah edir. Yəni, burada müəllim motivasiya qoymadan uşaqları dərsə cəlb edir. Daha sonra şagirdlərə mövzu ilə bağlı tapşırıq verir. Lakin şagirdlər tapşırığı yerinə yetirməkdə çətinlik çəkirlər. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Şagirdlərə uğur qazana bilmədikdə bunun müvəqqəti hal olduğunu, davamlı cəhdlərlə vəziyyəti dəyişib, çətinliklərin öhdəsindən gəlməyin mümkünlüyünü onlara aşılamaq mümkündür. Doğrudur, müəllimlər. Amma belə deyək də, bu verilən situasiyaya aid deyil. Yəni, bizə deyir, hansı pedaqoji yanaşmaya ziddir. A variantı özlüyündə doğrudur. Amma ümumiyyətlə bizim situasiyaya uyğun deyil deyib A-nı götürə bilmərik. B-yə baxaq. Müəllim şagirdlərə təlim məqsədlərinə uyğun tapşırıqlar verərkən onları lazım olan əşyalarla, alətlərlə təmin etməlidir. Doğrudur. Müəllim müxtəlif fəaliyyətlər etməklə şagirdləri dərsə cəlb edə bilər ki, bu da dərsin qalan hissəsinin səmərəli təşkilində mühüm rol oynayır. Baxın, müəllimlər, pedaqoji yanaşmaya ziddir deyir. Ziddir dediyinə görə biz C variantını seçə bilərik.
Nəyə görə? Çünki burada bizə deyir, müəllim şagirdləri prosesə cəlb etmir. Amma burada deyir, müəllim müxtəlif fəaliyyətlərlə şagirdləri dərsə cəlb edir ki, dərsin qalan hissəsini səmərəli təşkil edilsin. Yəni, bu pedaqoji yanaşmaya verilən situasiyaya görə istəyir. Verilən situasiyaya görə də C variantı pedaqoji yanaşmaya ziddir. Sualın cavabı olacaq C variantı. Keçid edək növbəti suala. Gözləntilərin olmasına baxmayaraq bir neçə şagird mütəmadi olaraq dərsə hazırlıqsız gəlir və nəticədə göstəriciləri aşağı düşür. Belə olan halda hansı tədbiri görmək effektiv olar? Davranışa uyğun prosedur tərtib etmək, dərsə hazırlıqlı gəlin qaydası qoymaq, dərsə hazırlıqlı gəlin gözləntisi qoymaq, ev tapşırıqlarınıza vaxtında təhvil verin gözləntisini qoymaq, ev tapşırıqlarını etmədən dərsə gəlməyin qaydasını qoymaq. Yəni, gözlənti olmasına baxmayaraq bir neçə şagird mütəmadi olaraq dərsə hazırlıqsız gəlirsə, biz belə bir gözlənti qoyarıq ki, ev tapşırıqlarınızı vaxtında təhvil verin gözləntisini qoymaq daha səmərəli olacaqdır, effektiv olacaqdır. Sualın cavabı olacaq D variantı. Yəni, biz burada dərsə hazırlıqlı gəlin, gözlənti, qayda, davranışa uyğun prosedur ardıcıllıq tətbiq etməyimiz burada işə yaramayacaqdır. Amma ev tapşırığınızı vaxtında təhvil verin gözləntisini qoymaq verilən situasiya üçün uyğun olacaq. Cavab olacaq D variantı. Növbəti 5-ci sualımıza baxaq. Yanlış fikri müəyyən edin. Səhv fikir istəyir bizdən. Diferensiyanı təmin etmək üçün tapşırıqlar idraki sahənin mərhələlərinə uyğun hazırlamaq lazımdır. Doğrudur. Bloom taksonomiyasının mərhələlərinə uyğun olaraq məzmun komponentində suallar hazırlanmalıdır. Şagirdlərin intellektinə uyğun olaraq iş forması seçməklə diferensial yanaşmanı təmin etmək olar. Şagirdlərin intellektinə uyğun olaraq deyirsə, doğru götürə bilərik. Mövzu və müzakirə obyekti müəllim tərəfindən müəyyənləşdirilməsi və müzakirəyə çıxarılması diferensiallaşmanı təmin edir. Baxın, mövzu və müzakirə hər ikisi müəllim tərəfindən seçilir. Amma əslində bu yanlışdır da. Burada hər bir müəllim mərkəzli olur artıq bu. Müəllim həm mövzunu seçir, həm müzakirəni seçir. Mövzunu müəllim seçirsə, müzakirəni şagirdlərin yönləndirə bilərdik ki, onlar birini seçsinlər. Yəni, gördüyümüz işin biri müəllim edə bilərdi, birini şagird edə bilərdi. Burada hər ikisini müəllim tərəfindən müəyyənləşdirilir. Mövzu da, müzakirə də müəllim tərəfindən müəyyənləşdirilir deyə. Burada diferensial təlimdən söhbət gedə bilməz. Elə cavab olacaqdır yanlış C variantı. 6. Bu strategiya şagirdlərin bildikləri informasiyaları digər şagirdlərlə bölüşərək bir-birini məlumatlandırmağa xidmət edir. Söhbət hansı üsuldan gedir? Söhbət qartopası proqnozlaşdırma, insident üzərində iş, əşyadan qeyri-adi istifadə, klaster. Əlbəttə ki, uşaqlar bir-biri ilə bölüşmək imkanı verirsə, qartopası olacaqdır. Cavab olacaq A variantı. 7-ci suala baxaq. Hansı üsul refleksiya aparmağa, metakognitiv bilikləri formalaşdırmağa kömək edir? Refleksiya aparmağa, eyni zamanda metakognitiv bilikləri formalaşdırmağa xidmət edən üsul BİBÖ-dür. Eyni zamanda refleksiya aparmaq üçün səmərəli üsullardan biri 3-2-1 üsuludur və 3-2-1 üsulu variantlarda verilməyibdir. Sualın cavabı olacaqdır BİBÖ. Keçid edək növbəti 8-ci suala. İş formaları haqqında deyilənlərdən hansı fikir doğrudur? Fərdi iş forması ekstrovert şəxsiyyət tipinə malik şagirdlər üçün uyğundur. Əksinə, introvert şagirdlər üçün uyğundur. Bir yanlışdır. Cütlərlə iş zamanı özünü qiymətləndirmədən istifadə məqsədə uyğundur. Özünü qiymətləndirmə fərdi işdə aparıla bilər də. Adı üstündə fərdi işdə uşaq özünü qiymətləndirir. Yanlışdır bu da. Qrup qaydaları müəllim özü tərtib etsə, şagirdlər daha çox qrup qaydalarına əməl edəcəklər. Əksinə, şagirdlərlə müəllim birlikdə qrup qaydalarını tərtib etməlidir. Ümumiyyətlə, harada qaydalar varsa, onu tək müəllim yox da, onu şagirdlərlə birlikdə tərtib etməyimiz daha məqsədə uyğundur. Ona görə C də yanlış götürdük. Bütün siniflə iş zamanı xaotik səs-küyün olmaması normaldır. Bu işçi atmosfer mühitinin göstəricisidir. Əslində burada olması qeyd etməliydim. Olmaması, yəni
Bir də olması kimi baxaq. Bütün siniflərlə iş zamanı xaotik səs-küyün olması normaldır. Bu içi atmosfer mühitinin göstəricisidir. Yəni olması dediyinə görə biz bunu yanlış kimi götürürük. Normalda olmaması lazımdır. Burada yəqin ki Word-də yığanda ma şəkilçə artıq gedibdir. Və ona görə də bunu yanlış götürürük. Qruplarla iş zamanı düzgün meyar olmadıqda qiymətləndirmə zamanı rəqabət yarana bilər. Bəli, qruplarla iş təşkil edən zaman düzgün qiymətləndirmə meyarı uşaqlara təqdim eləməlidir. Bu zaman uşaqlar arasında rəqabətin yaranmasının qarşısını ala bilərik. Doğru cavabımız olacaqdır Y variantı. Keçid edək növbəti sualımıza. Şagirdlər debatda iştirak etmək istəmirlər. Müəllim bu üsulun faydasını izah edir və şagirdləri debata cəlb edir. Müəllim sinifdə pedaqoji prosesin hansı tələbini daha çox reallaşdırır? Müəllim burada istifadə etdiyi üsulun faydalarını uşaqlara izah edir və şagirdləri debata cəlb edirsə, yəni şagirdlərin maraq doğurur və müəllim bu üsulu həyata keçirirsə, şagird yönümlülük pedaqoji tələbini reallaşdırmış olur müəllim. İnkişaf yönümlülük şagirdi inkişaf etdirməklə bağlıdır. Yəni şagirdin zəif bir cəhəti varsa biz onu inkişaf etdiririk. Verilən situasiyaya aid deyil. Dəstəkləyici mühitin yaradılması şagirdi təhlükəsiz baxımından, psixoloji baxımından, yəni hər tərəfli qorumağımız nəzərdə tutulur. Təhsildə bərabər imkanların yaradılması, uşaqlar arasında ayrı seçkiliyimiz etməməyimiz, cinsinə görə gender bərabərliyi, ayrı seçkiliyi qoymamamız, dininə görə, cinsinə görə, əqidəsinə görə, sosial mənsubiyyətinə görə uşaqlar arasında fərq qoymamamız bərabər imkanları aid ola bilər. Şəxsiyyət yönümlülük də milli mənəvi dəyərlərin şagirdlərdə formalaşdırılması, eyni zamanda idrak, ünsiyyət, psixomotor fəaliyyətlərin inkişafı şəxsiyyət yönümlülüyə aiddir. Verilən situasiyada cavabımız olacaq B variantı, şagird yönümlülük. Keçid edək növbəti sualımıza. Hansı fikir doğrudur? Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatmır. Əslində, formal təhsilin sonunda dövlət tərəfindən bizə sənəd verilir. Qeyri-formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunur. Yanlışdır. Qeyri-formal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bu informaldır. İnformal təhsil forması ibtidai təhsil səviyyəsində rast gələ bilərik. Yanlışdır. Formal təhsil ümumi təhsil müəssisələrində tətbiq olunan təhsil formasıdır. Doğrudur. Düzgün cavab olacaqdır Y variantı. 10 sual hazırlamışdım müəllimlər. Təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlər, yəni sizlər üçün 10 sualı hazırlamışdım. 10 sualı da sizlərə təqdim etdim. Sizlər isə rəy bölməsində neçə düz, neçə səhviniz var, onları mütləq şəkildə qeyd eləyin. Hər birinizin fikri mənim üçün önəmlidir. Eyni zamanda da ətrafınızda müəllimlər varsa, təkrar sertifikasiya imtahanına hazırlaşan, bu videonu onlar üçün paylaşsanız, imtahanda müəllimlərə faydalı ola bilər. Eyni zamanda da kanala abunə olmağı unutmuruq. Sağ olun, salamat qalın.